Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. İranın yeni ali rəhbəri kimdir? Xameneyinin varisinin dosyası. Əli Xameneyi ilə vida mərasiminin vaxtı açıqlandı. İrandakı müharibənin Rusiyaya faydası nədir? Nüvə bəhanə imiş. Böyük plan işə düşüb. Bölgəni nə gözləyir? New York Times'ın yazdığına görə, İranın mərhum ali rəhbəri Əli Xameneyinin oğlu Müçtəba Xameneyi atasının tutduğu vəzifə üçün ən çox ehtimal olunan namizəddir. Ali rəhbərin seçilməsindən məsul olan Ekspertlər Şurası artıq Müçtəbanı yeni lider elan etməyə hazır olsa da, bəzi üzvlər iddia edirlər ki, bu onu Amerika və İsrailin hədəfinə çevirəcək. Yeni ali rəhbərin namizədliyini müzakirə etmək üçün martın 3-də Qum şəhərində səhər və axşam distant görüşlər keçirilib. Elə həmin gün bəzi yerli və xarici media qurumlarında Müçtəba Xameneyinin Ekspertlər Şurası tərəfindən ali rəhbər seçildiyinə dair məlumat yayılıb. Bəs ölkənin yeni mümkün ali rəhbəri kimdir? Müçtəba Xameneyi 1969-cu il sentyabrın 8-də İranın Məşəd şəhərində anadan olub. Keçmiş ali rəhbəri Əli Xameneyinin ikinci oğludur. Anası Mənsurə Xocəstə Bagirzadədir. Ata-anası 2026-cı il fevralın 28-də Amerika və İsrailin Tehrana hücumunda həlak olub. Müçtəba Tehranda Ələvi İslam məktəbində təhsil alıb. 1999-cu ildə dini təhsilini davam etdirmək üçün Qum şəhərində məktəbə daxil olub. Burada Şia alimlərinin dərslərində iştirak edib. Sonradan həmin məktəbdə dərs deyib. Müçtəba Xameneyi rəsmi dövlət vəzifələrində çalışmasa da, Qərb kivləri onu İranın siyasi sistemində ən nüfuzlu fiqurlardan biri kimi xarakterizə edir. Onun təhlükəsizlik strukturları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu və bəsic qüvvələri üzərində əhəmiyyətli təsirinin olduğu bildirilir. 2005-2009-cu illərdə prezident seçkiləri zamanı adı seçki prosesinə müdaxilə ehtimalı ilə hallandırılıb. Xüsusilə islahatçı düşərgənin nümayəndəsi Mehdi Kərrubi oğul Xameneyini prosesi mühafizəkar Mahmud Əhməd-Nejadın xeyrinə saxtalaşdırmaqda ittiham etmişdi. 2009-cu ildə isə Guardian, Bloomberg, Reuters, BBC kimi nüfuzlu media qurumları Mir Hüseyn Musəvini dəstəkləyən kütləvi etirazların yatırılmasında roluna diqqət çəkmişdilər. 2011-ci ildə Müçtəbanın atasına sui-qəsd işi ilə bağlı həbs olunduğu barədə şayiə yayıldı. İddia olunurdu ki, onunla əlaqəli Sepah komandirləri Əli Xameneyini noyabrın 12-sində güclü partlayışın baş verdiyi hərbi bazaya dəvət etmişdilər. Həmin hadisə nəticəsində 17 nəfər həlak olmuşdu. Amma bu rəsmən təsdiqlənmədi. Həmin illərdə İranın müxalif kivlərində onun adı ali rəhbərin potensial varisi kimi çəkilməyə başladı. 2019-cu ilin noyabrında Amerika Maliyyə Nazirliyi, Müçtəba Xameneyi və İranın ali rəhbərinin yaxın çevrəsindən 8 digər şəxsə qarşı sanksiyalar tətbiq etdi. Onları İran daxili və xaricində etirazların yatırılmasında iştirak və Əli Xameneyinin regionda sabitliyi pozan siyasətini təşviq etməkdə ittiham etdi. Amerikanın rəsmi qurumlarına görə Müçtəba 4,5 milyard dollar sərvətin sahibidir. 2026-cı il martın 1-də İsrail kivləri Müçtəba Xameneyinin Amerika və İsrailin Tehrana hücumu nəticəsində öldüyü barədə məlumat yaysa da, bu sonradan təkzib edildi. İranın mümkün yeni ali rəhbəri Zəhra Həddad Adil ilə evlidir. Zəhra mühafizəkar siyasətçi və parlamentin sabiq sədri Qulam Əli Həddad Adilin qızıdır. Qeyd edək ki, İsrail Müdafiə naziri İsrail Katz İranın keçmiş ali rəhbəri Əli Xameneyinin ölümündən sonra ölkənin növbəti lideri olacaq hər kəsi öldürməklə hədəliyib. İranın mərhum ali rəhbəri Əli Xameneyi ilə vida mərasimi martın 4-də yerli vaxtla axşam saat 10-da başlayacaq və 3 gün davam edəcək. Telegraf xəbər verir ki, bu barədə İran Təbliğat Koordinasiya Şurasının rəhbəri Məhəmməd Hüseyn Musapur məlumat verib. Xatırladaq ki, Əli Xameneyi Amerika və İsrailin fevralın 28-də Tehrana hava zərbələri zamanı həyatını itirib. Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda Avropada qazın qiymətləri kəskin şəkildə artıb. Bu isə Avropa ölkələri üçün Rusiya enerji resurslarından imtinanı daha da çətinləşdirəcək. Axar.az xəbər verir ki, bunu Qlobal Enerji üzrə Atlantik Şurasının baş elmi əməkdaşı Andrey Kavatarı bildirib. O qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət təkcə Avropanın enerji strategiyası və siyasi həmrəyliyi üçün stres test deyil,
həm də sistem sarsıldıqda Rusiyanın hələ də qazandığını xatırladır. Kavatarı vurğuyub ki, Yaxın Şərqdə gərginliyin artması fonunda Rusiya qısa müddətli perspektivdə əsas benefisiar kimi görünür. Onun sözlərinə görə enerji resurslarının əlçatanlığı ilə bağlı narahatlıqlar artdıqca Avropa Birliyi daxilində siyasi fikir ayrılıqları da dərinləşir. Ekspert xatırladıb ki, Yaxın Şərqdə münaqişənin eskalasiyası neft və qaz bazarlarında riskin artmasına səbəb olub. Bundan əlavə, əsas sənaye şəhəri Ras Lafanda yerləşən mühüm obyektlərə hücumlardan sonra Qatar Enerji şirkəti mayeləşdirilmiş təbii qazın LNG istehsalını dayandırıb. Həmin şəhər dünya LNG ticarətinin əhəmiyyətli hissəsini təmin edir. Bundan başqa, dünya üzrə LNG və neft tədarükünün təxminən 5/1-nin keçdiyi Hörmüz boğazının bağlanması səbəbindən treyderlər və gəmi sahibləri risklərini yenidən qiymətləndirməyə başlayıblar. Buna əlavə olaraq İranla Türkiyə arasında qaz kəməri ilə tədarüklə bağlı qeyri-müəyyənlik də mövcuddur. Əgər bu həcmlər azaldılarsa və ya dayandırılarsa, Ankara ehtimal ki, spot LNG bazarından əlavə partiyalar almağa məcbur qalacaq. Kavatarı hesab edir ki, bu hadisələrin hər biri ayrıca götürüldükdə idarə olunandır. Lakin birlikdə onlar qlobal qaz bazarında sinxron şəkildə sərtləşməyə səbəb olur. Amerika və İsrailin İrana qarşı başlatdığı müharibə bir sıra sualları gündəmə gətirib. İranda rejim dəyişikliyi olacaqmı? Hakimiyyət dəyişikliyi baş verərsə, ölkəyə kim rəhbərlik edəcək? Yeni iqtidar Amerika və digər xarici güclərin dəstəyi ilə formalaşacaq, yoxsa bunu İran xalqı müəyyən edəcək? Bununla yanaşı, hazırda cərəyan edən proseslərin regiona necə təsir göstərəcəyi də ciddi maraq doğurur. Güney Azərbaycanlı araşdırmaçı yazar Məhəmməd Rəhmanifər Publika.az açıqlamasında bildirdi ki, Amerika, İsrail və İran arasında baş verən müharibə əslində gözlənilən idi. Onun sözlərinə görə, əvvəlki 12 günlük qarşıdurma zamanı Amerika və İsrail iki əsas hədəf müəyyənləşdirmişdi. İranın ballistik raket imkanlarının sıradan çıxarılması və nüvə proqramının zənginləşdirmə qabiliyyətinin tamamilə aradan qaldırılması. Həmin dövrdə zaman-zaman rejim dəyişikliyi məsələsi səsləndirilsə də, əsas prioritet kimi təqdim olunmurdu. Müharibə atəşkəslə bitsə də, tərəflər qarşıya qoyduqları məqsədlərə nail ola bilmədilər. Rəhmanifərin fikrincə, məhz bu səbəbdən yeni mərhələ qaçılmaz oldu. Şərhçi qeyd etdi ki, sonrakı müzakirələrdə əvvəlki mərhələdə əldə olunmayan nəticələri təmin etmək cəhdləri göstərilsə də, bu da nəticə vermədi və proses yenidən hərbi müstəviyə keçdi. Amerika prezidenti Donald Trumpın ziddiyyətli bəyanatlarına baxmayaraq, İsrailin mövqeyi daha qəti və ardıcıl görünür. Hazırki mərhələdə məsələ yalnız nüvə proqramı ilə məhdudlaşmır. Endirilən zərbələrin miqyası və istiqaməti göstərir ki, hədəf İran daxilində mövcud sistemi zəiflətməkdir. Hərbi obyektlərlə yanaşı iqtisadi mərkəzlərin də vurulması rejimi dizə gətirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir. İrana endirilən hava zərbələrinə diqqət yetirdikdə görürük ki, Güney Azərbaycanın Türkiyə və İraqla sərhəddə yerləşən ərazilərində əsasən kiçik və strateji baxımdan xüsusi əhəmiyyət daşımayan nöqtələr hədəf alınır. Bu zərbələrin məqsədi sual doğurur. Ehtimal etmək olar ki, bununla Kürd qüvvələrinin həmin ərazilərdən bölgəyə keçidi üçün zəmin formalaşdırılır. Bu məsələ kifayət qədər düşündürücü və narahat edicidir, deyə Məhəmməd Rəhmanifər bildirdi. O, son günlərdə 5 Kürd təşkilatının birləşmə elan etməsinə də diqqət çəkdi. Şərhçinin sözlərinə görə, bu təşkilatların İran daxilində Tehran rejiminə qarşı fəaliyyət planları barədə məlumatlar var. Həmçinin Amerikanın İraqın şimalındakı Kürd rəhbərliyi ilə təmasları da qeyd olunur. Rəhmanifər bildirir ki, bu təşkilatlar arasında PKK ilə əlaqəli strukturların mövcudluğu region üçün əlavə risklər yaradır. Onun fikrincə, bu proseslər xüsusilə Güney Azərbaycan türkləri üçün təhlükə mənbəyi kimi qiymətləndirilir. Söhbət yalnız Tehranla mübarizədən getmir və prosesin arxasında Güney Azərbaycan əraziləri ilə bağlı planların ola biləcəyi ehtimalı da nəzərə alınmalıdır. Bu halda Azərbaycanın və Türkiyənin prosesə cəlb olunmasının qaçılmaz olacağını düşünürlər. Xüsusilə sərhəd təhlükəsizliyi və bölgədə yaşayan azərbaycanlıların taleyi məsələsi gündəmə gələ bilər. Azərbaycan bu prosesə laqeyd qala bilməz. Bu, Güney Azərbaycan üçün risklərin artması deməkdir, deyə Rəhmanifər əlavə etdi.
İranda mümkün hakimiyyət dəyişikliyi məsələsinə toxunan şərhçi Şahın oğlu Rıza Pəhləviyə yaxın qrupların keçirdiyi sorğulara diqqət çəkdi. Həmin sorğulara əsasən Pəhləvi əsasən Fars bölgələrində dəstək qazanır. Qeyri-Fars ərazilərdə isə bu dəstək məhduddur. Azərbaycan bölgəsində dəstək 5də 1 səviyyəsində və ya daha azdır. Etnik bölgələrdə geniş dəstək olmadan hakimiyyət dəyişikliyi sabit nəticə verməyə bilər. O həmçinin qeyd etdi ki, Pəhləvinin hakimiyyətə gəlməsi ssenarisi Azərbaycan və Türkiyə üçün mövcud dini rejimdən daha zərərli nəticələr doğura bilər. Ekspertin fikrincə, Pəhləvi və onun yaxın ətrafının Azərbaycanlılara münasibəti daha aqressiv ola bilər. Sonda şərhçi vurğuladı ki, İranda hakimiyyətin kimə keçəcəyi və proseslərin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır. Mövcud vəziyyət isə həm İran daxilində, həm də bölgə ölkələri üçün ciddi qeyri-müəyyənlik yaradır.